Salam, axşamınız xeyir olsun. Gündən mühüm xəbər toplusu ilə qarşınızdayıq. Diqqətiniz bizdə olsun. Əvvəlcə əsas xəbər başlıqlarına qısaca nəzər salaq. Zəncanda İsrailə görə daha bir nəfər həbs edildi. Daha bir etirazçı edam edildi. Müharibəyə görə həbs olunanların sayı açıqlandı. Son 24 saatda Hürmüz boğazından cəmi 12 gəmi keçib. Avropa Birliyi İrana qarşı yeni sanksiyalar tətbiq edəcək. İndi isə daha ətraflı. Azərbaycanlı fəal İbrahim Asimani 600 milyon tümən girov ödədikdən sonra məhkəmənin sonuna qədər Təbriz Mərkəzi Həbsxanasından müvəqqəti olaraq azad edilib. 3 dekabr 2025-ci ildə İbrahim Asimani İran Kəşfiyyat Nazirliyi ilə əlaqəli qüvvələr tərəfindən xüsusi məhkəmə orderi təqdim edilmədən həbs edilmiş və təxminən 3 həftədən sonra Təbriz Mərkəzi Həbsxanasına köçürülmüşdü. Bu həbs zamanı təhlükəsizlik işçiləri vətəndaş fəalının mobil telefonunu, bir sıra kitablarını və bəzi şəxsi əşyalarını müsadirə etmişdilər. Zəncan şəhərində daha bir nəfər İsrailə casusluq ittihamına görə həbs edilib. Bu barədə İran mediası məlumat yayıb. O, İsraillə əməkdaşlıqda hərbi obyektlər, infrastruktur və tədqiqat şirkətinin bəzi hərbi qulluqçularının və mühəndislərinin kimlikləri haqqında məlumat göndərməkdə günahlandırılıb. Bununla yanaşı saxlanan şəxsə qarşı hökumət əleyhinə şüarlar yazmaq və İranın keçmiş liderinin şəklini yandırmaq ittihamları irəli sürülüb. İran televiziyasında həmin şəxsin məcburi etiraf videosu yayılsa da onun kimliyi barədə açıqlama verilməyib. İran vətəndaşı Rıza Dindar Panamadan Birləşmiş Ştatlara ekstradisiya edilib və Silt məhkəməsində ona qarşı ittiham irəli sürülüb. Bu barədə ABŞ Baş Prokurorunun birinci müavini Charles Neil Floyd məlumat yayıb. Məlumata görə 44 yaşlı İranlı Çinə mal göndərmək və sonra onları İrana ötürməklə Tehrana qarşı sanksiyaları pozmaqda ittiham olunur. Dindar və onunla əlbir olanlar Vaşinqtonun qərb yurisdiksiyasındakı bir şirkətdən saxtakarlıqla 3 hərbi sonar sistemi üçün hissələri satın alaraq Çindəki bir şirkətin sistemlərdən istifadə edəcəyini iddia ediblər. İttihamnamədə bildirilib ki, məqsəd ixrac nəzarətini pozmaqla hissələri Çin vasitəsilə İrana göndərmək olub. Yanvar etirazlarında həbs edilən Əmirəli Mircəfəri adlı etirazçı bugün səhər saatlarında edam edilib. Bu barədə İran məhkəməsinin Mizan saytı məlumat yayıb. Onun Qolhak məscidinin yandırılmasında və Mossadla əməkdaşlıq edən şəbəkəyə liderlik etməkdə ittiham olunduğu bildirilib. Bununla da son bir ayda edam edilən siyasi məhbus və etiraz eylemlərində həbs edilənlərin sayı 16-ya çatıb. Müharibə başlayandan sonra ölkədə 1800-dən çox şəxs həbs edilib. Bunu İran polis qüvvələrinin rəisi Əhməd Rıza Radan deyib. O, 900 nəfərə də xəbərdarlıq edildiyini söyləyib. Radanın sözlərinə görə həbs edilənlər sosial mediada gizli fəaliyyət, həssas yerlərin şəkillərini yaymaq, hökumətə müxalif qruplarla əlaqə qurmaq, hədəf alınan yerlərin şəkillərini və məlumatlarını toplayaraq yaymaq və xaricə məlumatların ötürülməsində günahlandırılıblar. Polis rəisi həmçinin saxlanan şəxslərdən 3000-dən çox silah və 6000-dən çox casusluq avadanlığının aşkarlanaraq müsadirə etdiyini iddia edib. Davam edirik. Son 24 saat ərzində Hürmüz boğazı vasitəsilə cəmi 12 gəmi hərəkət edib. Bu barədə çərşənbə axşamı NBC News marin trafik məlumatlarına istinadən xəbər yayıb. Məlumata görə həmin gəmilərdən 4-ü İran bayrağı altında üzür və 12 gəminin əksəriyyəti Bəndər Abbas yaxınlığından keçən İran tərəfindən təsdiqlənmiş marşrutdan istifadə edib. İtaliya, Avropa İttifaqının Qırmızı dənizdə həyata keçirdiyi Aspides dəniz missiyasının Hürmüz boğazını da əhatə edəcək şəkildə genişləndirilməsini təklif edir. Bunu İtaliyanın müdafiə naziri bildirib. Onun sözlərinə görə bu addım beynəlxalq gəmiçiliyin təhlükəsizliyini təmin etmək və regionda sabitliyi gücləndirmək məqsədi daşıyır. Nazir qeyd edib ki, hazırda Avropa İttifaqı daxilində bu məsələ ilə bağlı müzakirələr davam edir və qərar yaxın zamanda qəbul oluna bilər. Avropa Birliyi İrana qarşı sanksiyaları genişləndirəcək. Bu barədə Reuters 2 diplomata istinadla məlumat yayıb.
Diplomatlardan biri deyib ki, İrana qarşı sanksiya siyahısına Hörmüz boğazında naviqasiya azadlığına mane olan şəxslərin və qurumların da daxil edilməsi artıq razılaşdırılıb. İkinci mənbə yeni siyahıların hazırlanmasının bir neçə həftə çəkəcəyini bildirib. Ağ Ev rəhbəri Donald Trump İranın ABŞ ilə danışıqlarda iştirak etməyə davam edəcəyinə inanır. O, aprelin 20-sində radio aparıcısı John Frederiksə verdiyi müsahibədə İranın nüvə proqramı barədə danışarkən deyib. Onlar danışıqlarda iştirak edəcəklər. Əgər iştirak etməsələr, əvvəllər qarşılaşmadıqları problemlərlə üzləşəcəklər. Ümid edirəm ki, onlar ədalətli bir razılaşma əldə edəcəklər və ölkəni yenidən quracaqlar, deyə Ağ Ev rəhbəri əlavə edib. Bundan başqa Donald Trump müsahibə zamanı İranın heç bir zaman nüvə silahı olmayacağını da vurğulayıb. Trump bildirib ki, ABŞ tezliklə İranın heç vaxt nüvə silahı əldə etməyəcəyinə zəmanət verəcək. Bu baş verəcək və düşünürəm ki, çox tez baş verəcək. Onların nüvə silahı olmayacaq və biz buna icazə verməyəcək, deyə o bildirib. Almaniyanın Xarici İşlər naziri Johann Wadephul bildirib ki, İran öz xalqının maraqları naminə ABŞ-nin İslamabadda danışıqlar aparmaq təklifini qəbul etməlidir. Bildiyimiz kimi, Birləşmiş Ştatların vitse-prezidenti İslamabada səfər etməyə hazırdır, deyə o, Brüsseldə keçiriləcək Xarici İşlər nazirlərinin görüşü ərəfəsində qeyd edib. İran indi öz xalqının maraqları naminə bu təklifi qəbul etməlidir. Belə, hörmətli tamaşaçılar, bugünə çatdıracağım əsas xəbərlər bunlar idi. Görüşmək ümidi ilə salamat qalın.